deyərəm ki, ən çox ruha qüvvət verən qida, hamınız bilirsiniz ki, namazdır. Namaz ruhun qidasıdır, ruhun yeməyidir. Ruh enerji alır namazdan. Namaz güc verir ruha. Namaz nə qədər keyfiyyətlidirsə, necə deyirlər, yeməklərinizi keyfiyyətli yeməklər yiyin ki, sağlam olasınız. Sağlamlığın birinci şərtlərindən biri də, önəmli şərtlərindən biri qidanın keyfiyyətidir. Ruhun qidası da namazdırsa, namazın keyfiyyəti ruhun sağlamlığının şərtidir. Namaz xarab namaz olsa, o xəstələndirər dayda ruhu. Gərək keyfiyyətli olsun. İnsan sıxıntılara düşür, imtihan dünyasında yaşayırıq. Çətinliklərlə qarşılaşırıq. Hamımız ölənəcən də davam eləyəcək. Bir an çətinlikdən amanda qalmayacaq. Hərdən nəfəs alacaq, yenə çətinlik. Biraz nəfəsimizi dərəcək, yenə çətinlik. Biri qutardısa elə bilmə da qutardı, növbətisi gələcək. Kef eləyən vaxtda demə ki, bu davam eləyəcək. Gözdə bir dənə çətinlik gələcək. Bu dəqiqdir. Bunu mən desəm də, deməsəm də belədir. Bu sınaqlar, imtihanlar, çətinliklər müqabilində insan necə möhkəm dayansın? Necə güc tapa bilsin? Allah buyurur, səbir və namazdan kömək istəyin. Səbir haldır, namaz əməl. Səbir daxili bir haldır, namaz kənardan yardımdır. Namazdan kömək alın. 2 dənə sütun qoyub bizə ki, çətinliklərdə qələbə çalmaq üçün namazdan yapışın. Güc verir namaz, dözümü artırır və problemləri kiçildir insanın gözündə. Namazın gücü budur. Peyğəmbər buyurur, Kanəl ənbiya yəfzəunə ilə fəzəu, izə fəzəu iləs-səlah. Buyurur, kanə ilə başlayır. Kanə yəni həmişə, davamlı olan şeyə istimrar deyirlər ərəb dilində. Bir şey davamlı olanda ona kanə deyirlər. Yəni peyğəmbərlər həmişə, bütün peyğəmbərlər həmişə çətinliklər zamanı namaza pənah aparıblar, namaza sığınıblar. Namazdan kömək alıblar. İmamların hamısı, peyğəmbərlər hasan çətin işə düşdülər, o saat namaza pənah aparıblar. Bu ayəyə əməl eləyiblər. Vəstəinu bis-səbri vəs-səlah. Namazdan kömək alın. İmam Sadiq Məsmə adlı səhabəsinə deyir ki, ey Məsmə, bir dünya qəmi sizə üz gətirəndə, bir qəmə düşəndə, qüssəyə düşəndə sizə nə mane olur ki? Nə mane olur ki? Dəstəmaz alasınız, 2 rükət namaz qılıb Allahdan çətinliyinizin həllini istəyəsiniz. Bu da çətindir. Dəstəmaz al, namaz qıl, hacət namazı. Qunutunda, öz dilində də olsa çətinliyin həllini istə Allahdan. Evlənmək istəyirsən, deyir, namaz qıl. Borcun var, namaz qıl. Xəstəliyin var, namaz qıl. Namaz qıl, hacət namazı, qunutunda dua elə. İmam Sadiq əleyhissalam buyurur ki, sizi bundan nə çəkindirir ki, durub bu işi görəsiniz? Allaha sığınasınız, Allahdan istəyəsiniz. Xüsusən İmam Zaman namazı var ki, o kitablarda var, toxunmaq istəmirəm. Ən çətin vaxtınızda İmam Zaman namazını qılın. Qunutunda da Azərbaycanca da dua eləyə bilərsiniz. İcazə verirlər müştəhidlərimiz ki, qunutda insan öz dilində dua eləsin. Ondan sonra buyurur, eşitməmsən ki, Allah buyurur, vəstəinu bis-səbri vəs-səlah, namaz və səbirdən kömək alın. Bütün dərdlərin dərmanı namazdır. Bir nəfər gəldi İmam Sadiq əleyhissalamdan soruşdu, ağa, Allaha bizi yaxınlaşdıran ən üstün əməl hansıdır? İmam Sadiq buyurdu ki, ma a'lamu şey'ən ba'də mərifətih əfzəl min hazihis-salah. Buyurdu, Allahı tanımaqdan, əhl-i beyti, peyğəmbəri, yəni mərifətdən sonra namazdan üstün əməl tanımıram. Əmələ çatdısa namazdan daha üstününü tanımıram. Bir hədisdə deyəcəm, sözümü yekunlaşdıracağım. Ondan qabaq bir qayda demək istəyirəm ki, bu qaydanı bilirsiniz özünüz, xatırlatmaq istəyirəm. Bu qayda budur ki, harada gördünüz ki, şeytan sizi çox vəsvəsə eləyir. Harada görürüz ki, şeytan çox əl-ayaq atır, çox təlaşdadır ki, sizi vəsvəsə eləsin. Bilin ki, o əməl elə əməldir ki, sizi Allaha çox tez yaxınlaşdırır. Şeytan orada daha həssasdır. Harada gördünüz ki, yapışır qoymur eləməyə, bilin ki, orada nəsə bir xeyir var. Bu bir qaydadır. Bu qaydanı bizə ağıl və peyğəmbərlər öyrədib. Məsələn, hədis var, biri əlini cibinə atır birinə kömək eləməyə, 70 şeytan sallanır əlinə. Məcazi, yəni qoymur onu eləməyə. Çünki infaq çox üstün əməldir. Xoş o kişilərin halına, o insanların halına ki, qazanır,
sərvətindən Allah yolunda xərcləyir. Bunlar Allah yolunda cihad edən insanlar kimidir. Bunların məqamı qiyamətdə bilinəcək. Malını haqq yolunda sərf edən insanlar. Bunlar xüsusi məqama sahibdirlər. Peyğəmbərlərin boynuna minnət qoyublar. Çünki o peyğəmbərlərin dininə sərf eləyiblər. Orada görsən şeytan imkan vermir. 100 dənə şey salır yadına, 100 dənə söz deyir, bəhanə gətirir, qoymur onu eləməyə. Gecə namazına baxın. İmam Həsən Əskər əleyhissalam buyurur ki, Allaha gedən yol elə bir yoldur ki, gecə miniyinə minmədən məqsədə çatmaq olmaz. Mümkün deyil. İndi gəl o 11 rükəti, 2 rükətini qıla bilirsən, gör nə qədər qoymur səni ki, durub onu qılasan. Şeytan o yerlərdə təlaş edir ki, bizim ən çox xeyrimiz ondadır və İmam Zamandan bu hədisi deyim. Buyurur ki, namaz qədər heç bir əməl şeytanın burnunu yerə sürtmür. Boksa baxırsınız, mən yəqin siz bilərsiniz də bəziləriniz onun qaydalarını. Mən bildiyimə görə, məsələn, bir zərbə vurub rəqibdən xal qazanırlar da, məsələn, o vurur, bu vurur, vurmaqla xal qazanırlar. Amma bir məqamı olur ki, bir dənə zərbə vurur, rəqib yıxılır yerə, bu qalib olur. Ona nə deyirlər? Hə. O nakaut vəziyyətinə salır rəqibi. Hə? İmam Zamanın bu hədisinin mən məcazi yox, birbaşa mənada tərcümə eləmək istəyirəm. Sözün həqiqi mənasında buna bənzəyir. Buyurur ki, namaz bir dənə zərbədir ki, onu sirkələyir və zəiflədir. Namaz onun burnunu buyurur yerə sürtür. Zillətə düşür mömin namaz qılanda. Namazlarını vaxtında qılanda. Əleyhissalam buyurur, İza qamər rəculu iləs-səlah fəəqbələ iləyhi iblis. Elə ki, deyir, bir nəfər durdu namaza, şeytan gəlir onun yanına. Yənzuru iləyh həsədən. Həsəd halında baxır ona, həsəd içində. Ki, mən eləmədim, bu eləyir. Və niyə həsəd eləyir? Lima yara min rəhmətillahiləti təğşa. Çünki görür ki, namaz qılana bir yağış kimi üstünə rəhmət yağışı yağır. Namaz qılan müddətdə göydən elə bir rəhmət yağır onun üzərinə. Görür rəhmət bürüyüb onu. Ona görə şeytan gəlir, orada başlayır vəsvəsə eləməyə. Niyə bizim fikrimiz hər şeydə tez cəm olur, namazda yox? Fikir verirsiniz, hər şeyə biz baxırıq, diqqətimiz cəm olur, namazda yox. Çünki namazda şeytan çox çalışır ki, fikrimizi qarışdırsın. Huzuru qəlb çox vacibdir namazda. Allahda diqqətli olasan, diqqətin nə qədər Allahdadırsa o qədər yazılır. Qalanları hədərdir. Onun üçün də 24 saat, axı namaz 24 saatın bir hissəsidir. 24 saat fikrin hardadırsa təcrübə eləyə bilərsən. Sabahdan təcrübə eləyin. 24 saat fikrin hardadırsa namazda o gələcək beyninə. Ona görə tənzimləyəsən. İkincisi də alimlər deyir ki, namaz vaxtında fikriniz gedirsə, məsələn, Bismillahirrahmanirrahim, Elhamdülillah Rabbil Alemin, Ər-Rəhmanir-Rəhimdə getdi. Buyurur, elə ki, hiss elədin, getdi, fikrini zorla qaytar. Adam var, qəsdən buraxır ki, qoy getsin. Bilir namazdadır, amma fikir uçur, bu da ona sərbəst şərait yaradır. Buyurur, qaytar, harasında olsa, yadıma düşsə ki, fikrim gedib qaytar. Bunu davamlı eləyəcəksən, adətə çevriləcək, yavaş-yavaş cəm olacaqsan. Sadəcə biləsən ki, bu fikri qaytarmaq lazımdır.